Mən Toğrul Xəlilov 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Kapital Bank Satış Kanalları Departamentinin rəhbəri vəzifəsində çalışıram. Mən yüksəlişi tək nöqtəyə bağlamaq istəməzdim. Verdiyimiz qərarlar, səhvlərimizdən çıxardığımız nəticələr, rastlaşdığımız insanlar, hətta bəzən doğru zamanda, doğru yerdə olmamız bizim yüksəlişimiz üçün bir başlanğıcdır. Mən bir mentorun və ya şəxsin söylədiklərindən daha çox onların davranışından öyrənməyə çalışıram. Xüsusilə yüksəldikləri zaman ətrafa ötürdükləri mesaj düşünürəm ki, sağlam bir dərsdir və yüksəldikcə ədalətini, dürüstlüyünü, sağlam duruşunu dəyişməyən insan digərləri üçün ən doğru nümunədir. Bu yəqin ki, bir öncəki iş yerimi kifayət qədər sağlam və rahat mühiti, o an üçün nəticəsi qeyri-müəyyən olan, lakin uğurlu olacağı halda kifayət qədər dəyər qatacaq bir layihə üçün hazırki təşkilatı dəyişməyim olub. Düşünürəm ki, bu günədək verdiyim ən ciddi karyera qərarım idi. Düşünürəm ki, çatışmazlıqlarımızın fərqinə vardıqda, onları qəbul edib dəyişməyə qərar verdikdə yüksəlməyə başladıq deyə bilərik. Yüksəliş sizinlə davam edir.